12 ildir SAT tədris edirəm. Bu müddət ərzində yüzlərlə tələbə ilə işləmişəm, yüzlərlə valideyn tanımışam və ümumi valideynlərin və tələbələrin SAT haqqında daha çox təkrarlanan səhv fikirlərini demək istəyirəm. Bəlkə köməklik göstərə bilər sizə. Ümumiyyətlə, çox vaxt əvvəllər bu problem çox olurdu. Deyirdilər ki, SAT ancaq riyaziyyat imtahanıdır. Xeyr, SAT həm riyaziyyat, həm də ingilis dili bacarıqlarını ölçür. İkinci problem olarak bildirirlər ki, mənim ingilis dilim çox yaxşıdır, speakingim yaxşıdır, listeningim yaxşıdır, ona görə də SAT-dən yaxşı bal yığa bilərəm. Xeyr, bu düzgün yanaşma deyil, çünki SAT-də tək ingilis dili biliyini yox, həm də mətnləri oxuyub analiz etmək qabiliyyətini yoxlayır. Ona görə də ingilis dili biliyi zəif olanların SAT götürməsini, başlamasını məsləhət görmürəm. Bundan əlavə bildirirlər ki, SAT daha çox ABŞ üçündür. Xeyr, Avropa ölkələri də bir sıra ölkələr SAT qəbul edir. Hətta SAT qəbul edəndə üstünlük yaranır sizin üçün və əlavə təqaüd imkanları yarana bilər. Bundan başqa dördüncü əsas səhv nə idi? Bəzən deyil, çox narahat olur tələbələr ki, SAT ancaq çox yaxşı ağıllı tələbələr üçündür, mənim üçün çətin olan. Xeyr, SAT daha çox disiplinli və çox dəqiq hazırlaşan tələbələr üçündür. Yəni, yaxşı hazırlaşa bilirsinizsə, kifayət qədər yüksək bal yığa bilərsiniz. Bu mümkündür. Təcrübədə bunu biz çox şahid olmuşuq. Bundan əlavə, SAT-ni də kalkulyator istifadəsinə qadağa var kimi fikir formalaşır. Bu, köhnə bir məlumatdır. Əvvəlki SAT-də 3-cü seksionda kalkulyatora icazə verilmirdi, 4-cü seksionda icazə verilirdi. Bu dəfə isə digital SAT isə bütün imtahan boyu kalkulyatordan istifadə etməyə icazə var. Hətta SAT özü kompüterlərdə Desmos kimi qrafik kalkulyatordan istifadə etməyə icazə verir. Və bu da sizin bir çox suallara sürətli cavab verməyinizə köməklik göstərə bilər. Əlavə olaraq 6-cı problem odur ki, bəzən deyirlər ki, mən hər hansı bir hazırlıq kursuna getsəm, mütləq şəkildə yüksək bal ala bilərəm. Xeyr, bu yanlış yanaşmadır. Əgər hər hansı bir kurs və ya müəllim sizə mütləq şəkildə yüksək bal zəmanəti verirsə, mən bundan şübhə etməyi düşünürəm. Çünki SAT tək müəllimin asılı deyil, müəllim və tələbənin birgə layihəsidir. Ona görə də çox ciddi hazırlaşmaq lazımdır. Ən sonuncu isə nəyi bildirmək istəyərəm? Bəzən tələbə narahat olur ki, SAT-yə girdim, balım zəif çıxdı, birinci balım, artıq hər şey bitdi, universitet bunu görəcək, mən yaxşı nəticə göstərsəm belə bəyənməyəcəklər. Xeyr, SAT-yə siz universitetə öz hesabınızdan universitetlərə apply edəndə məlumatlarınızı göndərirsiniz və ən yüksək nəticə yığdığınız imtahan nəticəsini göndərə bilərsiniz. Burada bir problem yoxdur. Əlavə suallarınız varsa, mənimlə əlaqə saxlaya bilərsiniz.